Xəstəmiz 72 yaşında kişi xəstədir. Keçən il iyul ayında biz əməliyyat eləmişdik. Sidik kisə divertikulu içərisində törəmə var idi. Həmin törəməyə biz divertikulla bərabər çıxartdıq əməliyyat vasitəsilə və ondan sonra gələn patologiyaya görə, yəni törəmənin patoloji nəticəsinə görə sidik kisə içərisinə müəyyən aralıqlarla dərman preparatları yeritdik. İndi birinci il kontrol müayinəsindədir. Hər şeyimiz yaxşıdır, şükür Allaha və kontrol stoskopiyalarında da hər hansı problem görmürük. Bu gün də növbəti kontrolu üçün gəlmişdir. Ultrason müayinəsində indi baxırıq. Sidik kisə içərisində hər hansı başqa bir törəmə izlənilmir. Xəstəmizin bu arada prostat vəzin adenoması da mövcuddur. Ona görə xəstəyə medikal müalicə də veririk, dərman müalicəsi alır. Nəticələrimiz radioloji olaraq yaxşıdır. Qalıq sidiyi çox azalıb, börəklərdə hər hansı bir problemlər yoxdur. Ultrason görüntülərində hər hansı genişləməsi və s. və ya nüks bir törəmə izləmirik. Ona görə bugünkü kontrol müayinəmizi də yaxşı bir şəkildə bitirdik. İnşallah növbəti müayinələrimizdə görüşmək üzrə. Çox sağ olun. Atam da 2 il bundan qabaq sidik kisəsində divertikullar problemlər yaranmışdı, törəmə yaranmışdı. Çox bir həkimlərdə, çox bir yerlərdə olduq. İstədiyimiz binayət əldə eləmədiyimizə görə Bəruz doktorun yanına təklif qoyduq. Hospitalımıza öz təşəkkürümü bildirirəm baş həkim Bəxtiyar doktora. Yüksək səviyyədə yoxladılar, atamın dəqiq diaqnozunu təyin etdilər. Həmin də dəqiq diaqnoz üzrə müayinə üzrə müalicəyə başladıq. Şükür Allah əməliyyat olundu. Mütəmadi olaraq gəlirik, bura gedirik, Bəruz doktorun yanına müsahidə müraciətlərində prosedur qaydalarını əməl edirik. İlk tövsiyəm odur ki, hər kəs erkən diaqnostikaya yaxınlaşsın, erkən diaqnostika əldə etsin ki, hər bir ağır xəstəliyin lap da pisləşməsin, pik nöqtəsinə gəlib çıxmasın. Şükürlər olsun Allaha biz zamanında gəldik, gec qalmadıq, Bəxtiyar doktorun sayəsində. Hər şeyimiz hər iki öz qaydasına gedir. Hamımıza təşəkkür edirəm, Ümumi Hospitalın bütün idarə heyətinə, bütün həkimlərə, Azərbaycan bütün həkimlərinə buradan salamlayıram, sağ olsunlar. Deməyim odur ki, erkən gəlsəz, yəni diaqnostikanı zamanında gəlib əldə etsəz, inşallah ki, bütün xəstəliklərin müalicəsi var. Düşünürəm ki, 1-2 ildən sonra heç bir Azərbaycan vətəndaşı, heç bir xarici ölkəyə gəlib artıq bunları tökməyəcək. Çünki artıq özümüzdə böyük mütəxəssislər var, onun effektivini görürük. Davamiyyətdə olsun, Allah hamısına razı olsun. Mən də xüsusi olaraq təşəkkür edirəm hospitalın bütün rəhbərlik heyətinə və həkimlərə hamısına təşəkkür edirəm, sağ olun.